İstirahət mərkəzinə gələn turistlərin 6 nəfəri həm ingilis, həm də rus dilini bilir. 3 nəfəri isə nə ingilis, nə də rus dilini bilmir. Yalnız rus dilini bilənlərin sayı 7 nəfər, yalnız ingilis dilini bilənlərin sayı 8 nəfər olarsa, istirahət mərkəzinə neçə turist gəlmişdir? Tom Wheeler diaqram vasitəsilə kəsişən dairələr çəkək. Və burada rus dili, bu isə ingilis dili öyrənənlər olsun. Hər iki dili bilənlərin sayı bizə həm rus dilini, həm də ingilis dilini bilənlər 6 nəfərdir. Nə ingilis, nə də rus dilini bilməyən 3 nəfər var, onları kənarda qeyd edək. Yalnız rus dilini bilənlərin sayı 7-dir, yalnız ingilis dilini bilənlərin sayı isə 8-dir. Sinifdə istirahət mərkəzinə neçə turist gəlmişdir? 7 üstəgəl 6 üstəgəl 8 üstəgəl 3. 24 alınır. Deməli 24 turist gəlmişdir.